Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə pişiklərlə itlər niyə bir-birinə düşməndir adlı Çin nağılını danışacağam. Bir zamanlar bir yaşlı ər-arvadın gözəl qızıl üzüyü vardı. Çətinə düşəndə həmin üzüyü satdılar. Amma bu üzük sehirli gücə malik idi. Ər-arvadın isə bundan xəbəri yoxdu. Üzüyü satandan sonra ailə lap yoxsullaşıb dilənçi vəziyyətinə düşdü. Bu ər-arvadın bir pişiyi və iti vardı. Ailənin gündən-günə pisləşən vəziyyəti bu heyvanlara da təsir göstərdi. Onlar da ac qaldı. Pişiklə it çox yaxşı dost idilər. Birlikdə oturub bu çətinlikdən necə çıxa biləcəklərini, ailəyə necə kömək edəcəklərini fikirləşirdilər. İt üzüyü geri qaytarmağın vacib olduğunu söylədi. Pişik soruşdu. Tutaq ki, üzüyün yeni sahibinin evinə getdik. Əgər o üzüyü taxta mücrüdə saxlayırsa, necə götürəcəyik? Sən bir sıçan tutarsan. O da qutunu gəmirib üzüyü bizə gətirər. İt cavab verdi. Pişik bir sıçan tutdu. Bir yerdə yola düşdülər. Yolda qarşılarına bir çay çıxdı. Pişiklə sıçan itin belinə minib çayı keçdilər. Evə çatanda it pəncələri ilə divarda bir deşik açdı. Pişiklə sıçan evə girdilər. Düşündükləri kimi sıçan üzüyün saxlandığı mücrünü gəmirib, üzüyü də pişiyə gətirdi. Pişiklə sıçan birlikdə evdən qaçdılar. Geri qaydanda yenə də çayı itin belində keçdilər. Amma sonra yolları ayrıldı. İt qarşısına çıxan maneələrdən keçərkən pişik divarların, hasarların üstündən atlayaraq kəsə yollarla evə qayıtdı. İtin gəlməyini gözləmədən üzüyü ər-arvada verdi. Ər-arvad üzüyü görüb çox sevindilər. Üzüyü gətirən pişiyi əzizlədilər. Dərhal ona sobanın yanında yer elədilər. Və bundan sonra arzuladığı yerdə yata biləcəyini söylədilər. Sonradan it evə qayıtsa da, ər-arvaddan tərif deyil, danlaq eşitdi. Pişik belə yaxşı işlər görərkən, it avara-avara gəzib dolaşdığına görə onu evə buraxmadılar. Onu həyətdə saxlamağa qərar verdilər. Pişik sobanın yanında mışıl-mışıl yatarkən, it soyuq qışın günündə həyətdə titrəyirdi. Buna görə də pişiyə qəzəbləndi. O gündən sonra it pişiyin amansız düşməni oldu. Harda görsə qovur. Pişik isə iti görəndə vicdan əzabı çəkir. Özünü günahkar hiss edərək qaçır. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.